geçit vermez. Dalgalar alır da geriye vermez. Nefesim haramdır, yangınım sönmez. Anlat Karadeniz, nefesim yetmez. Herkese salam. Ben mənzərəyə baxalım, birisi qəşəng kontent yaradacağım, söz verirəm. Qalxdım, make-up elədim. Çalışdığım qədər no make-up eləmişim. Amma biraz Allah körlüyü yaşayıram. İndi gedirik yeməyə. Gedək. Birazdan gireceğimiz vadi Kağıt Vadisi'dir. Eski İpek Yolu, Erzurum, Kars, İran, Irak ticaret yoludur efendim. Ve eski İpek Yolu'nun güvenlik açısından yapılmış 4 tane kale var. Çiğ Kalesi, Zirkale, Kale-i Bayışkale. Bunların sadece bir tanesini göreceğiz. O da Zirkale. Zir demek aşağı kale demek efendim. Sağımızda solumuzda 5-600 senelik ve daha eski taşla ahşaplar. Nəhayət ki qalxdıq. Biraz qorxunçdur, nə yalan deyim. 2700 metr hündürlükdə. İndi 150 metrdə yenə qalxacaq. Baxın, bilmirəm görünür yoxsa yox, buludlar var. Allah'tan qırmızı rəngdə geyinmişəm. Bura gəlməmişdən öncə qırmızını bu koftanın bavulu yerləşdirmişdim. Sonra dedim ki, ağ rəngdə götürüm. Sonra dedim ki, qırmızı qalsın. Yaxşı ki də qırmızı götürmüşəm. Avazlar etsə mən tapa bilərlər. Dumandır, baxın. Duman deyil, bu buluddur. Amma bilirsiniz nə deyirlər? Deyirlər ki, baxın bu evlər var. Burada yazda deyirlər, yaz bunlarda, yaz bizdə yayda. Yayda gəlib burada qalırlar. Bu evdə biz indi bu evə gəlmişik. Orada qəşəng südaş yeyəcəyik, çay falan içəcəyik. Deyir ki, bu ev onlarındır. Deyir ki, 6 ay deyir Samsun'da qalırıq. 6 ayda burada, 6 ay burada bilmirəm nə tər qalırlar. Məncə yayda burada qalırlar. Bəlkə mən səhv başa düşdüm. Bura 2100 metrdir. İndi dedilər. Bura 150 metr qalxdıq, 2100 oldu. Özel bir aşağı. Normalde ben süt satıyorum yani. Fazla hızlı ateşte değil, böyle hafif. 3 gün sonra getireceğim. 3 gün bilir miyiz mümkünse? Evet. Gəlmişik Zilkaleyə. Burada belə kafeşka var, mağazin var, amma ki mən yeyib doymuşam. Salam. Çox bir şeylər çəkə bilmədim. Niyə? Çünki artıq biz nə qədər yuxarılara qalxdıq, yaylılara. Orada heç şey yox idi. Amma oradan düşüb təzədən şəlaləyə qalxanda, yəni çox belə hündür deyildi. Ondan qat-qat hündür yerlərə qalxdım. Çox ürəyim də bulanmadı. Uzun şəlalənin yanındakı şofer saxlayanda başım hərəndi, ümumiyyətlə özümdə deyildim. Limon su içdim. Duz falan yedim. İndi gəlmişik raftingə. Mən raftingə istəyirdim, hazırlaşmışdım, amma ürəyim bulandı. Başım hərəndi deyə biraz da qorxuludur. Yəni mən çox qorxaq insanam, amma bacım istəyir. Bacım gedəcək.
Yenidən hər birinizə salam. Artıq qayıtdıq otelimizə. Bugün Rizedə idik biz. Çox yüksəklərə qalxdıq. Hamısını sizə danışdım, göstərdim, gördünüz. Çox gözəl keçdi. Hər bir şey qəşəng idi. Raftingdən də bacımgil qayıtdı. Çox bəyəndilər. Bu arada rafting haqqında bir şey deyim sizə. Orada öncədən oradakı spesialistlərlə danışırsınız. Əgər deyirsinizsə ki, yəni bizi suya atın, ekstrem bir şey istəyirik, onlar bunu eləyirlər. Biz xahiş elədik ki, eləməsinlər. Çünki niyə? Su buzdur, su çox soyuqdur. Çünki iyunun hələ əvvəlidir də. Burada suyun biraz da olsa isinməsi üçün gələk nə qədər vaxt keçsin. Ona görə həm qorxdular, bacım da, mən də biz üzə bilmirik. Amma orada başqa qızlar vardı. Bir-iki qızlar hansı ki, onlar üzə bilirdilər də. Yəni ona baxmayaraq onlar da ekstrem bir şeylər istəmədilər. Yaxşı bir şeydi. Amma ki, bilmirəm, mən həqiqətən çox qorxuram belə şeylərdən. Ona görə təəssüf ki, sizə göstərə bilmədim. Həm getsəm belə göstərə bilməyəcəkdim. Çünki telefon orada özündən götürmürsən. Düz otelimizin yanında belə bir yer var. Tepe kafe restorandı adı. Sifariş elədiyimizi gördünüz. Mama sifariş elədi çoban salatı, məndən bacı Sezar salatı və fri kartoşki. Çox dadlı idi, yeməklərini çox bəyəndim. Sadəcə turşuydu və mən xoşlayıram. Turş, baharatlı. Mamam xoşlamır belə turş şeyləri, ona görə bəyənmədi, amma mən çox bəyəndim. 1275 TL elədi. Amma bəyəndim. Orada canlı musiqi də olur. Sadəcə olaraq bizim bəxtimizdən bugün olmadı. Çünki birinci günlər orada canlı musiqi olmur. Bugün də birinci gündə, ay 8-dir. Çox pis. Hər kəsə salam, sabahınız xeyir olsun. Aydar yaylasında sonuncu günümüzdür. Artıq sayılı dəqiqələrimiz qalıb. Hardasa 15-20 dəqiqəyə, maksimum yarım saata yola çıxacağıq. Bura qədər gözəldir, burayla sağollaşmaq istəmirəm. Amma hər şeyin də öz yeri, vaxtı var. Hava burada indi necədir? Hava burada təsvir eləyə bilməyəcəm. Əslində qolu açıq, baxın, bu mənim qolu açıqlı bir kofta. Bunu görəcəksiniz bugün və sabah tez-tez. Yaxşıdır. Hava istidir, günəş olanda çox yaxşı isti olur. Amma birdən soyuq ki, olur, yuxarı qalır. Baxın, mən indi aşağı düşürəm, ayağımda baletka var. Ona görə də qalxmaq istəmirəm, çünki çox gəzəcək. Hələ gün təzə başlayıb, çoxlu gəzirik deyə ayaqlarım ağrıyır. Tam ağrıtmaq istəmirəm deyə, ona görə çox yuxarı çıxmadım. Biraz soyuq vurur yuxarı çıxanda. Ona görə jaketi belə üstümə atdım. Burada bir siz nə demək istəyirəm? Burada belədir ki, bunu mən çox insandan, burada yaşayan insanlarla soruşdum. 6 ay həqiqətən də burada yaşayırlar. Buranın özündə də, yaylada 6 ayda. Başqa yerlərdə, daha bura baxanda isti olan yerlərdə. O qədər bura sakitdir, səssizdir, gözəldir. İnsanlar buranın yerli cəmaatı o qədər buranın hər bir şeyini, gözəlliyini, saflığını qoruyub, saxlayıb. Ona görə möhtəşəmdir. Çox möhtəşəmdir. Çox bəyənirəm, çox sevirəm. Hələ özləri bəyənmir ki, deyir, çox turistik eləyiblər, yolları düzəldirlər falan. İstəmirlər ki, başqa insanlar gəlsin. Bir dənə görüntüyə baxın. Bir dənə bilirsiniz nəyə görə xoşbəxtəm? Ən çox nəyə xoşbəxtəm? İşim oturaq işdir. Hastanədə da online olduğu üçün evdədir. Mən çölün üzünü görmürəm. Ümumiyyətlə hava görmürəm. Bir də ki, burada dəhşət dərəcədə tez-tez əzan oxunur. 5 dəfədir. Səhv eləmirəmsə, amma dəqiq deyə bilmərəm. Mən təxmin edirəm ki, 5 dəfədir. Çünki çox vaxtı burada olmuram, gec gəlirik ona görə. Çox vaxt yəni 2 gün qalmışam. Nə qədər qalmışam ki burada. Əzanı və səsi o qədər yüksəkdir ki,
Salam, gəlmişik Rize'nin mərkəzinə. Təbii ki, əzan çalır yenə bəxtimə və mən sizin üçün video çəkirəm. Kuru fasulye yedik. Kuru fasulyeyi ben onsuz çok seviyorum. Onu yemişim Türkiye'de. Trabzon'da ilk defa yemiştim. Ama bura Rize'ydi bu arada. Çok dadlıydı. Çok lezzetli. Sadece tezden çok yemek yemiştim diye. Hiç acı değildim. İndi gelmişik taşacak bu denizin çəkildiyi yerə. Düzü seriyalı hiç baxmıram, ne yalan deyim. Ama deyəsən var. Belə gəldilər, mən hamdalar suda qaldım. Baxaq da. Sen 15'teydi bizde. Bu güzelliğe bakın. Sərdən burada o kadar adam var idi ki, onu vertikal formada çəkirdim. Adi Stories Reels üçün. İndi vlogum üçün çəkirəm. Gəlin başlayaq. Bu Atatürk'ün köşküdür. Misafir odasıdır. Bir dənə başyalara baxın. Arxa fonda mahnı qoymağa da ehtiyac yoxdur. Blüsterlara baxın. Kəsmirəm ki, daha yaxşı görəsiniz burada. Çünki səni bilmiyorum haradadır. Bu verandasıdır. Yəqin ki, hamı fikirləşir bura gələndə ki, bir anlıq. Mən burada yaşasam nətər olardı gələsə. Bu da mən belə başa düşürəm ki, kamindim. Bu da mən. Ən sevdiyim burada yemək otağıdır. Yəni bunlara baxın, ne şeydir. Mənim kimi çaşqa zafı olan insanlar üçün götürə bilməyəcəyi bir şey. Yaxşı çəkdim. Yəqin ki, bunların qiyməti olmaz da. Bu nədir bilmirəm, bunu araşdıracağım. Bir də piyanino. Super, xalçalara da baxın. Bir dənə lüstrada baxın, mən bu lüstra vuruldum. Heç kim gəlməmiş, mən sizə vəsiyyət odasını da göstərmək istəyirəm. Lüstralar məndən alır. Amma ən vacibi budur. Burada adamlar var, oxuya bilmirəm. Bunu screen eləyib oxuya bilərsiniz. Amma ən xoş adam söz bu oldu. Bunu mütləq yadınızda saxlayın. Daha sonra gedirik. Bura bağlıdır. Sizin üçün də bu qapılara əlimi vururam. Mən bu arada hər şeyə əlimi vurmağı çox sevirəm. Ne yalan deyim. Gedirik. Kilər şeydir də. Adı yadımdan çıxdı. Biz olacaq deyirik ona. Baxın kataloga, yəni xəyalımdaki görünüşü vəbşi geçirdi. Buna da baxın. Gəldik mutfaq. Mutfaq belə də yəni o qədər də qəşəngdir. Ən sevdiyim mənim yemək odası oldu. Bura mənzərəsi də qəşəngdir. Qalxdıq ikinci mərtəbəyə, bekleme odası. Tak, bu nədir? Daxil oluruq bura. Bu nədir axı? Bura yatak odasıdır. 24 saat güvenlik kameralarıyla izlenmektedir.
anlayışınız ve hassasiyetiniz için teşekkür ederiz. Hara baxaq birinci. Bura toplantı odası. Telegraf değil bu. Telegraftır. Üstünde kitaplar var. Yine misafir odası. Bu ikinci mərtəbədədir уже. Wow. Burada belə bir balkonu var. Gəlin baxaq. Aha, bura daxil olamadım. Buranın da balkonu var. De həyətinə də baxın. Çox qəşəngdir. Hər yerdə balkon var. Həyəti möhtəşəmdir. O böyük yerdən çıxdıq. Tualeti wow, çox maraqlıdır. Çox maraqlıdır. Tak, o qədər də gərçək deyil. Amma banyosuna baxın. Necə estetiklidir. Görmürəm kitab. Daha sonra burada dinlənmə odası var. Hep banyo ilə bunlar belə yan-yanadır, başa düşdüm. Wow, super, super. İtak qalxırıq yuxarı, lap axırıncı mərtəbəyə. Baxa, burada уже nə var? Qapılar görürəm. Burada yer var, bildim, roj ofis kimi bir şeydir. Bu qapılara yəqin ki, daxil olmaq olmaz da, bilmirəm ya. Bunu elime vurmaq istəyirdim, amma topleniyordu bu. Bu yəqin o vaxtdan varmışdı, o vaxtda topleniyor varmış. Ay, kütüphanədir. Kitablarına bax. Kitablarına baxın, skrin edeyim buradan. Ətrafını çəkəm, baxın. Çok kitap sever değilim, ona göre çok ətraflı baxmayacağım. Burada hizmetli odası. Başa düşmədim, bu nədir? İnanmıram xidmətçilər mütləq olsun. Olsa belə balaca ola bilməz. Buradan da mənzərə var, gəlin baxaq. Çok qəşəngdir. Bir tane de burada var. Atapenyan yanında. Hizmetli odasından üzbəüz. Sizi de çekebilirim. Gelmişik Ayasofya Sofya Camisi'ne. Çok güzel bir evi de var.
Belki Allah bize en hayırlısını versin diyenler de vardır eminim. Mutlaka bir şey dileyin bu gece ve bakın görün hayatınızda bu gece neler değişecek. İleride gerçek olursa da bana... Ah ben hasretinden olmuşum Leyla. Bu ne davet durdu kalbim böyle bir sevda. Al beni yap yüreğine sar dönsün devra. Belki yalan bile ansızın gerçek uzaklaşınca tutum anlayamıyorsun. Sonbaharla yapraklar sayılırken sakın Salam, bugün gelmişik Trabzon meydana, gidəcək Trabzon foruma, orada Sephora var, oranı Sephora'sa sizə göstərmək istəyirəm. İstədiyim şeyləri tapsam mütləq oradan alacağım. İndi baxırıq paltar mağazinlərinə, burada Flow var, Cotton falan var. İndi Cotton'a daxil olub, baxacaq görək nələr var. Flow'a daxil olduq, heç ayaqqabıları bəyənmədim, bir-ikidən Sulxan bəyəndim, yüksək. İndi Cotton'da çox qəşəngdə onlar var, bilmirəm çəkiliş icazə verərlər, verməzdə. Mən Bakının arasında çəkiliş edirəm, mənə çox icazə vermirlər. Bu paduşkaya baxan necə yumuşaqdır. English Home'da bura bu da. Bu krilka deyirlər. Bu da periştidir. Tam mənim stilim. Bunlar giyməlisindən tutmuş giyməməlisinə qədər mənə gəldi bura bahadır qiymətlər. Nə mənada bahadır? Mənə görə baha deyil. Yəni ala bilərəm, amma ki məsəl üçün Mehmet Əfəndi bizdə 4.99-dur da. Burada da girdik belə baxın ədviyyat olan mağazalara 4.38-dir. Praktiki eyni qiymətdir bunlarda. O necə olur? Yəni mənə baxdı. Necə olur onu bilmirəm. Paltarlar falan da yəni nə bilim mənə baha gəldi. Trendyolda da həmin qiymətdir məncə. Amma bura qəşəngdir, sərindir. Sən də nə mənalı, yəni çox isti deyil, amma istidir. Burada buludlar var. Hələ keçin almamışam. Bütçəmi saxlayıram Sephora'ya. Allah eləsin ki, Sephora ürəyim açan olsun, çox çeşidlər olsun, nəsə ala bilim. Çünki burada nə qədər bir şeylər almaq istədim, paltarlar falan. Sephora'ya görə saxladım, almadım. Mişəm pakopuçka eləməyə uşaqlar. Gözləyirdim ki, bura çox pis olacaq. Heç gözləmədiyim bir şey oldu. Mən buranın Sephora'sından, yəni az bir şeylər gözləyirdim. Çox adam olacaq, az bir şeylər olacaq. Hər şey var. Bir dənə Patrick Ta yox idi. Onun rumenasını istəyirdim. Hourglass yox idi. Onun rumenasını istəyirdim, amma əlavə olaraq o ikisini əlavə mən Yves Saint Laurent ümumiyyətlə persikalı, şəftalı rəngi rumena istəyirdim. Onun üçün 3 dənə brend yazmışdım. Patrick Ta, bunlar belə deyirlər, Patrick Ta deyirlər. YSL, Yves Saint Laurent və Hourglass. Hourglass'la Patrick Ta yox idi. Yves Saint Laurent aldım. Hər bir şey var, hər bir şey. İstədiyim hər bir şey aldım. Daha elə bir şeylər var idi ki, mən özümdə yazmışdım ki, onu bir başqa sonra vaxtda alaram. Amma onu da aldım. Gəlmişkən aldım. Çox xoşbəxtəm. Həqiqətən çox xoşbəxtəm. İstədiyim hər şeyi aldım, istədiyim hər şeyi tapdım və mənə kömək edən xanım o qədər yaxşı idi. Yəni bir
Deniz məndən bir saldı, mənlə bir yerdə gəzib, bir hamısı test edib, mənə köməklik edib. Çox sağ olsun. Çıxışda onu görmədim, amma çox sağ ol deyəcəkdim. Unpacking gələcək. Özlüyün mütləq. Çıxdıq. Tək yorğunluğum, belə yorğunluq olsun, shopping yorğunluğu. Bunu əgər vlogumu qızlar baxırsa, cavan qızlar, xanımlar, onlar başa düşəcəklər. Bu dünyadakı ən gözəl hiss ola bilər. Mən məsələn paltar buradan alardım 100%. Burada gözümün altı qara olub karandaşdan üzülür lütfen. Mən buradan paltar alardım. Bufta, şalvar, don, yəni bəyəndiyim şeylər var idi. Düzdür, mən biraz paltara da kullanım, çox paltarım. Yəni hər şeyi bəyənmirəm, amma 100% alacağım şeylər olardı. Onlara pul vermədim. Bunları aldım. Bütün listemden list eləmişdim. Hələ Dubaya getməmişdim. Öncə Dubayda hamısını almadım. Ən lazımlı, ən birinci növbədə olan ən vacibdir. Onları aldım. Daha sonra bu səfər tamamladım. Bir də Allah bizi Sephora'nı harda görəcəm, onu bilmirəm. Mola qalmış, mol süperdir. Mol o qədər gözəldir ki. İndi gedirik balıq olan restorana. Çox təriflədilər. 100 yıldır adı. Moldan evə ki çıxırsınız. Bu hansı çıxışıdır bilmirəm. Oradan çıxırsınız, pləkanla dedilər düşün, sola gedin, pləkanla düşün, qarşısında belə bizə dedilər. 100 yıldır adı, yadınıza saxlayın. İndi gedib orada da öz rəylərimi bildirəcəm, bəyəndim, yoxsa bəyənmədim. Bu arada bura gələndən hər yeməyi bəyənmişəm, bütün restoranları bəyənmişəm. Çox gözəl pişirirlər. Elə yer var ki, duzu az eləyirlər, elə yer var ki, turşluğu çox eləyirlər, yerdə var. Duzu çox eləyən olmayıb, İstanbulda olmuşdu, burada yoxdur. Trabzona mən gəlmişəm, Trabzon Rizeyə mən çox olmuşam, Giresun'da olmamışam. Amma onda uşaq idim, yəni ondakı interesim, ondakı maraqlandığım şeylər indi fərqli. Onun üçün nə paltar, nə kosmetik hiç maraqlanmırdım. Prosto uşaq ağlına boş-boş baxıb gedirdim. İndi isə interesim tamamilə fərqlidir, ona görə heç müqayisə bilmirəm. Amma çox dəyişilib və buranın Sephora'sı qat-qat Dubai Mall'dakindən, Dubai Marina'dakindən, Marina Mall'dakindən gözəldir. Yəni bura gəlsəniz alın aldırın. Hava bu arada bugün belə çox istidir. Başqa geymişəm, bu səlimdə yer yoxdur deyə geymişəm. Əlimdə saxlamaq istəmirəm, amma istidir. Birazdan deyəsən yağış yağacaq. Belə. Sen dedim size yoksa yok. Biz 100 yıla istəyirdik. Sadəcə ora çox uzaq idi. O qədər yorulmuşuq. Bugün də meydana getmişdik. Çoxlu gəzdik. Ayağımda da baletkadır. Krasovka geyinmədim. Çünki krasovkada çox isti olur. Hava istidir də. Yəni baletkada da dabanlarım ağrıyır. Ona görə getmədik ora. Onun yanında bir restoran var idi. Adı yadıma düşdü. Buralara yazacağım mütləq. Yeməklər o qədər dadlı idi. Çox dadlı idi həqiqətən. Videoda gördünüz artıq nə almışdıq. Şəkillər falan da yerləşdirəcəm. Dəhşət dadlıydı. Çox bəyəndik. Servis də süper idi. İnsan az idi və biz yemək yeyəndə yağış yağırdı və dünyasına gedəcəyik. Ondan öncə mamam marketdə istəyir. Mısır əkmək istəyir. Bu sabah onu oteldə yedim. Yəni bu bir dadı yoxdur. Sadəcə mamaca tuturub onu. Gidirik onu alağına görə gedirik onu almağa. Maşallah moldu o qədər yükədi, o qədər böyük moldu ki ucu bucağı yoxdur da. Kiko'da var. O Kiko'nun təzə kolleksiyası çıxmışdı. O inarsız. Həm vaxtımız azdı, həm də o qədər yorulmuşuq. Prosto görüb belə daxil oldum, baxdım. Amma araşdırıb almağa heç axotum yoxdur. Allah qoysa gələn səfər ya da sifariş edərəm. Bunu da deyim ki, artıq səyahətimin yavaş-yavaş sonlarına yaxınlaşıram. Amma ələsdən sağlaşmıram. Hələ var. Hələ baxın, davam edir. Bir də bunu demək istəyirəm ki, nə qədər mən səyahət edirəm. Məni əgər tanıyanlar bilir ki, mən uşaqlıqdan ailəmlə bir yerdə səyahət edirəm. Eləmişəm, eləyirəm və eləyəcəm də. Ən gözəl, ən ürəyimcə olan, ən maraqlı səyahətlərimdən biri buydu. Yəni həqiqətən maraqlı idi. Belə deyim də sizə, Dubai mütləq görməlisiniz. Dubai o qədər gözəldir ki, o yəni mənim onu tərifləməmin belə ehtiyacı yoxdur. Dubai'nin adı belə bəsdir. Amma bura mənə qat-qat Dubai'dan maraqlı oldu. Düzdür, o demək deyil ki, Dubai'ya getməyin, Dubai yox, elə söhbət yoxdur. Çox maraqlıdır. Amma bura daha əzizdir. Birincisi oradakı dillərini bilirik. Nə qədər olmasa da deyirik, qardaşım ki, elədir. Hər bir şey rahatdır, ona görə orada gedin, burada gedin, hər yeri gəzin. İstanbul'a məsəl üçün ikinci dəfə getməzdim çünki o qədər qarşılıqlıdır. Hələ buradakı yerli sakinlərlə çox danışıram. Onların fikri, onların düşüncəsi mənə çox vacibdir. Onlarla danışırıq. Bayaqlar elə
Bizə yol göstərdilər. Şimdi siz burada yaşayırsınız, burada Trabzonda. Dedi ki, bəli. Dedim ki, mən İstanbulda doğmuşam, amma bura yəni Trabzon qat-qat İstanbuldan gözəldir. Öyle mi? Dedim, bəli. Dedi ki, birinci o dedi ki, İstanbul çox qarışıqdır. Mən də dedim, bilirəm dedim, çox həqiqətən qarışıqdır. İnsanlar dedim, dəhşət dərəcədə orada çoxdur. Ona görə dəhşət adam narahat edir. Bu süt bizdə də var. Cafer Erol'da da olmuşam, o da bizdə var. Deyəsən, baxın, oradadır. Yəni, bizdə olan kardeşka restoranlar var burada. Hələ təsəvvür edin, burada insanlar çoxdur da, yəni. Mən gedəndə vəbşi insanlar az edir. Axşama doğru, yəni təbii ki, insanlar çox alır. İyi seneler. Baxın bəxtimə, açdım televizoru, daha atildəyəm. Aşkı Memnu gedir və siz bilirsiniz ki, mən Christmas'ı, yeni ili, yolkanı çox sevirəm bu bayramı. Və bəxtimdən yeni ildir. Bu seriyə baxmışam. Bütün seriallarda hansıda ki sevirəm, ona yeni ilə aid olan tərəflərini əzbərə bilirəm. Bu bölümdə də əzbərə bilirəm, nə qədər baxmışam. Baxın yolkaya. Mama ilə bacı gediblər marketə. Mən qəşəng otağı yığdım. Çünki bugün ucu hazırlaşırıq. Gedirik, sabah qaydırıq. Nəhayət ki, Bakıya. Nəhayət gedirəm. Açıq qayıtmaq istəmirəm. Daha çox gezmək istəyirəm. Amma bir tərəfdən də rutinim üçün, öz həyatım üçün, öz ölkəm üçün çox darıxmışam. Bu arada baxın danışıram. Əlimlə baxın göstərirəm. O mavi olan dənizdir. Kəsə salam. Bilmirəm səsim işləyib, yoxsa yox. Gördüyünüz gündə aynen belədir. Şu tənəri dəyər. Təyyarəmiz baxdı. Yanım boşdur. Bəxtimə, əslində bura mənim yerim deyildi. Bura mamamın yeriydi. Mən 15 haşa düşmüşdüm. Haş isə pəncərə qırağı deyil. Bu tərəfdə orta. Mən də ortada sevirəm oturmağı. Gedəndə pəncərəyə düşmüşdüm. Qaydanda yox. Ona görə mama isə A'ya düşmüşdü. 33 A'lar qabaqdadır. Bacım 15-dədir. Bacım 15-də pəncərədədir. A'dadır. Mən 15 aşağı düşmüşdüm. Ortadır. Mama isə 33 A'ya düşmüşdü. Mama ilə 7 dəyişdim. Bəxtimdən yanında heç kim yoxdur. Yaxşı bir şeydir. Şu vlogumun sonlarına yaxınlaşıram. Bir dənə bir şey çəkmədim. O da ki, mən Pəkin Sephora'dan aldığımı sizə göstərtmədim. Onu çəkəcəm. Amma ki, vlogun ortasına yerləşdirəcəm. Axırlara yoxun. Və burada sənə bitirəcəm. Görün ki, canlı baxan görün necə olacaq. Hələ bitdi. Vlogumun başından sona izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. İnşallah gələn vloglara qədər yüksək səyahətlərim olacaq. Vloglarıma baxın, abunə olmalı və like verməyi unutmayın. Nə sualınız olsun, mütləq şəkildə mənə yazın. Mən inşallah sizə cavab verəcəm.